Hər kəs salamlayıram. Mən hər dəfə eşidirəm ki, mənim çəkim düşmür. Mən keçən il pəhrizə qoşulmuşdum, mənim çəkim yaxşı gedirdi, indi zəif gedir. Yaşı da soruşanda görürsən ki, həyat davam eləyir, yaş yaşın üstündə gəlir, onda çətin olur. Yəni mən bir daha söylürəm ki, sən əgər keçən il bir 10 kilo çəki salmısansa, bu il ola bilsin çəki az salasan. Yenə deyirəm, yəni metabolizm zəifləşir, yaş gedir, onun üçün çətin olur. Yəni nə qədər səndə canın suludur, əgər bacarırsansa, bunu həll elə və həll eləyəndən sonra sən reysin üstünə düşəcəksən, istər-istəməz sən vərdiş olursan. Yenə deyirəm ki, hər şey burdadır, psixoloji. Yəni deyinməyin heç bir mənası yoxdur. Deyinsən də, neynəsən də sənə qalıb. İndiki zamanda ən gözəl yaxşılıq məsləhət verməkdir. Hamı elə danışır, ay belə eləyəcəm, elə eləyəcəm, amma arada heç nə yoxdur. Ona görə deyirəm ki, yəni başda konkret, fikrin ancaq özündə olsun. Kənara fokuslanma. Kənara fokuslansan, indi olur da, yeginə narahat olma, heç nə olmayacaq və s. yox. Elə o yeməklə, bu yeməklə getdin. Ona görə deyirəm ki, çalış, yəni indidən bunun qarşısını al ginə. Hər kəsə uğurlar.